Salam dostlar, bugün sizinle birlikte bir takipçimin isteğiyle Bukayo Saka'nın kariyerasını kesmeye çalışacağız ve kariyera başlasın. Mainz Almanya takımıdır dostlar, ama yox, heç yaxşı olmadı ve Allah 142 milyona dostlar getmək olar aslında. Və İngiltere'ye gedək dostlar. Böyle baxıram, bu fon deyirəm. Bukayo Saka'nın kariyerini keçəməyəcək dərkən və yaxşı Sporting'e gedək. Çoxlu takım. Hər il Sporting Lisbon hər il Çempionlar Liqasında və Napoli. Tabii ki də Napoli'ye gedirik. Napoli də çoxlu komanda. Atalanta'ya getmərəm. Napoli'də qalaq. Yaxşı komanda gəlsə gedəcəm dostlar, amma hələ ən yaxşı komanda Napoli olub. Ondan yaxşıları da var amma. Və Bayer Leverkusen, amma Napoli təbii ki də daha yaxşı. Getafe dostlar. Çok az qaldı dostlar kariyeramızın bitməyinə və bizi Braga istədi, amma lazım deyil. Qarabağın udduğu Braga yadından çıxmasın. Və dostlar, burada Kolombusa gedib Nəriman Axundzadə ilə oynamaq istəyirəm. 648 maç. Asist, baxaq 201 dostlar, məncə keçdik. Gol 272. Bunda da keçdik. Əsas kupalar dostlar, niyə Bukayo Saka kapitan olduğu üçün onun lig kupası falan, Çempionlar Liqası yoxdur. Ballon d'Or da yoxdur. Sadəcə lig kupasında keçdik dostlar. Amma bizim də Çempionlar Liqası yoxdur. Ayda Ballon d'Orumuz da yoxdur. Gəlsən deyim də 1 2 3 4 5 6 7 8 sezon Napoli'də oyna. Çempionlar Liqanın olmasın, Ballon d'Or'un olmasın. Neyse dostlar, sizcə Bukayo Saka'nın kariyerasını keçə bildikmi? Bunu siz deyin, çünki məncə keçə bilmədik.